Rayona qonaq gedirik. Bu bölgəmizin xüsusi bir yeməyi var ki, tanıyanlar biləcəklər ki, təxmini hardayıq. Artıq balıq dolmasını görənlər tanıdılar. Bəli, biz Şirvandayıq. Bura Salyanada yaxındır. Bugün sizi 72 yaşlı bu gözəl bir xanımla tanış eləmək istəyirəm. Bu xanımın o qədər gözəl əl qabiliyyəti, səliqəsi var ki, sizi onunla qəyabi tanış etməyi özümə borc bildim. Deməli, duzlu balıqdan hazırlanan bu dolma Salyan, Şirvan bölgəmizin yeməyidir. Soğan yüngülcə qovrulur. Biber, pomidor, alça, vişnə, giləmərzə, yarpız, nanə, kəkliyotu, zirinc, reyhan, dəfnə yarpağı. Bunların hər biri soğan üzərinə tökülür, qarışdırılır. Bu yeməyi həm əncir yarpağından, həm də üzüm yarpağından hazırlamaq olur. Duzlu balığı da 1 saat suda saxlayırlar ki, duzu getsin. Yarpaq düzülür, balıq ortasından həmən içilik və yenidən balıqla qoyub yarpaqlarla üzərini örtürlər. Qarpızla yeyilir. Çox maraqlı və qeyri-adi yeməkdir. Bu tərəflərə gəlsəz mütləq dadına baxın. Bəs siz necə hazırlayırsınız bu yeməyi? Yorumlarda mütləq bizimlə bölüşün. Gül və muşmulat kompotları. Kompotlarını da xanım öz həyətindən, öz əlləri ilə becərdiyi meyvələrdən hazırlayır. Yemək süfrəsində olduğu kimi çay süfrəsində də xanımın öz həyətindən bişirdiyi cürbəcür mürəbbələr süfrəni bəzəyir. Nar, armud, gül, feyxua mürəbbələri bəhbə. Səliqə, səhman şübhəsiz ki, hər bir şeydə öz sözünü deyir. Yaşadığı bu evində də hər bir şey öz yerli yerindədir. Peşəcə iqtisadiyyatçı olan bu xanım 45 il ərzində maliyyədə cürbəcür vəzifələrdə çalışır. Hal-hazırda təqaüddədir. Həyatın keçmə-keçli, enişli, yoxuşlu yolları onu çətinliklərə salsa da, heç vaxt yıxılmadan ayaqda dayanmağı bacarıb bu xanım. Övladları ailə qurub köçsələr də, onun üçün çox doğma olan bu evində hər bir işinin öhdəsindən gələrək həyətində də bu cür gözəllikləri yaradıb bu xanım. Burada olub hər bir şeydən zövq almamaq mümkün deyil. Nə deyək, Allah belə cəsarətli xanımlarımıza möhkəm can sağlığı versin. Zəhmətlərin heç vaxt yerdə qoymasın. Amin. Давай.